Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Biz bu gün gəlin qaynana nə pişiririz? Milli şirniyyatımızdan Zeyran. Zeyran adı yadımda qalmır vallahi. Biz də birinci dəfədir pişiririk. Sizinlə bölüşmək istədim. Daha ikincini, üçüncünü yoxdur. Elə birincini bölüşmək istədim. Mən indi xəmirim üçün aparat düzəldəcəm. İlıq su tökürəm iskana. İskana yox, boşqabıma. Bir qaşıq xörək qaşığı pəsoxdur. Bir qaşıq da belə xörək boşqabı bax belə siləsinə mayadır. Bu indi biz xəmirimizin aynı onun töküncən mayamız gəlsin. Mayamız özünü tutuncan, aparılıncan. Buna indi mən pəsoxda tökürəm. 2 stəkan süt lazım olacaq mən. 1 2. Şimdi qoyuram bu, mən haqqı hesabımı görüncən atca yığılar su. Mən indi xəmirinə eləmişəm onu 1 kilo, təmiz 1 kilo undur. 1 xörək qaşığı dolu pəsoxdur, şəkər tozu, 1 çay qaşığı bu çoxdur. 1 çay qaşığı da duz. Ondan biraz da sarı kök. İndi mən bunları qatışdıracağım bir-birinə. Bunlar qatılmalıdır ki, duzu, hamısı eyni qaydada olsun. Əlimdə yoğurmayacağım, indi aparatla yoğuracağım. Bir paçka da vanildir. Cantıçı çəkməmişlər. Cantıçı salmışıq o birisi otağa. Başımızı oynatır. Mən indi bunun içinə, bu qarışdırdığımın içinə, onun içinə 3 dənə yumurtadır. Mayasını tökürəm içinə, yumurtayı tökdüm, mayayı tökdüm. Qoy aparatım, bu bizə lazımdır. Bas yuxarı. Oturdu. Ya Allah'ım bir adı. Ağır-ağır indi fırladıqca mən sütünü də əlavə eləyəcəm. Sütüm də ilıqdır. Qulpları sütdən qabaq qızılır. Sütün hamısını birdən töküləcəm. Ağır-ağır tökəcəm. Mən indi yağın əlavə edirəm. Ərinmiş yağdır, nevrə yağıdır. 200 qram. Ərimiş atsa ilıq kimi də yəni. İndi atsa xəmirimə duru yağ əlavə edirəm. Belə 2 xörək qaşığı kimi. Ki, tavaya yapışmasın, ayrılsın. Yaxşı da xəmiri alınır, pişmiş kimi. Mən xəmirim yoğuruldu. Qopuşub olsun. Bax, qəşəng xəmiri alınıb. Bulku xəmiri kimidir xəmiri. Çox gözəldir. Amma o qədər də soxmuram. İndi mən bunun üstünü bastırıram. Acısın. Bu acıyacanda umacın eləyəcəm. Əziz izləyicilər, mən xəmirim üçün 200 qram yağdır. Ərinmiş yağdır. Xəmirlə də ərinmiş yağ tökürsən. Umacına da. Ərinmiş yağdır. Mən elə öz nehrə yağımızdan eləyirəm. Bir paçka vanildir.
300 qram da nədir bu nədir? Şeker pudrası. Şəkər pudrasıdır. Duman qalxdı. Biraz da sarı köşkü bilən. Cız. Bunları qarışdırandan sonra bir-birinə 3 stəkan da undur. Gel bura nənə qurban. Nənənin ürəyi. Gel bura görüb sənə saçı kimi ilə yanıyor. Hə. Mən indi umacımı əlimlə eləyəcəm elə. Aşırtma. Can tük, yenə hara girdin bala sən? Çıx oradan bayra. Can tük. Sən Allah. Ay Allah. Əziz izləyicilər, baxın siz Allahın hərəkətinə. Tökür bayram. Sən tük, bir ağır oldu var. Ay Allah. Ədə nə verirsən? Sən tük, bir ağır oldu. Nene qurban, nə yapıyorsun sen orada? Baba gel dövecek seni. Sen Türk döveceğim seni. Halim xəmirdə olmayaydı, sen de o eləyir. Ay Allah. Abala ne verirsən? Oy koşudu. Hadi benim ağzımı da bir daha tutacağım. Sonra çekersin. Əziz izləyicilər, ala bilmirik. Şeyin cəftələrini də çıxartmışıq. Xeyri yoxdur ha. Onu oradan tərcih edə bilmirik. Biz elə yalandan qarsuq qoyuruq ki, əlini ayağını əzmə sür. Umacım da hazırdır. Belə qəşəng şirin qoğaların içine qoyursan ha. Siz istəsiniz ununuzu qoyurub da qata bilərsiniz buna. Daha mən Can Türk'ün əlindən biz heç bilmirik valla nə yapıyoruz. Mən indi xəmrim acısın. Kündələrimi böləcəm nə qədər, neçə dənədir. Bundan umacımı da o qədər böləcəm. Allah qorusun. Əziz izləyicilər, mən xəmrim acıyıb. Çox unlamayacağım o qədər də. Qəşəng acıyıb, bulqunun xəmri kimidir. Bu şirniyyat əslində böyük olmalıdır. O kadar da o televizordan böyle görsen ne verəcəkdə? Ha. Tamam, ricamaz. 10 dənə qoğal çıxacaq. 10 olur. Acımış xəmirdir. Bunlar bir 10 dəqiqə kündəyə qoyacağım bunları.
xəmirləri kündələdim. Bir 10 dəqiqə xəmirlərim kündəyə dursun. Nədir, nənə? Bunu xlomu uğurladın, nədir? Nədir? Hə, ver nənəyə, ver nənəyə. Ver nənəyə xlomu. Olmaz. Gətir mənə. Kaç baba. Əziz dinləyicilər, mən kündəyə durub. Onunla yarmayacağım, elə bilərəcəm yaranma. Ya Allah deyirəm, başlayıram. Vəslərini yayırsan ha, bax əmri eləmsi olmalıdır. Hə, ya Allah, bir qaşıq da içlik tökürəm içinə. Biz sarı kökü çox xoşladığımıza içliyinə də qatdıq. Sarı köksüz qatmaya da bilərsin. Mən hansı əlimlə vururdum artıq. Sana nənən qurban olsun sən. Bax, bu da eləm çəksin, ondan mama sənə appa versin. Can. İtə dönüb. Allah sürfözü bol eləsin. Allah balalarınızı saxlasın. Baxan gözləriniz var olsun. Allah dünyamızı salamat eləsin. Evinizi çörəkli eləsin, qurban olum Allahın adına. Əsgərlərimizi qorusun. Vətənimizin keşiyində duran oğulların hamısını canlı Allah Taala sağ eləsin. Mənim də əllərim hiss eləmir. İndi bırıqlarımı görüm nətər bıracam. Xoşumuza gəlməsə aytənə bırdıracam, videoyu saxlayam. Ya Allah'ım yarabbim. 4 yer aşağı görürsün. Şeker 4 yer aşağı verdi. Yer aşağı ver, kokaşa kızarsın. Yumurta değil, elə adicə. Çörəyin üzünə vırdığımız yumurta için. 2 tane satırsan. Rəylərinizi yazın, bizim üçün oxumaq xoş deyil. Uşaqlar bir-bir üçün oxuyur, özüm də yavaş-yavaş oxumağa başlamışam. Can Türkü 2 dəqiqəlik qoymuşuq buradan. Ona görə də əlimizə əxmis itirmişik biz. Elindəcə gələcək. Əsasən bu hamımız onsuz Azərbaycanda yaşayırıq. Azərbaycan yox, Talış mətbəxinə aiddir. Aytən deyir ki, dostu bu qrup yoldaşım deyir, Lənkərandan oxuyurmuş qız Aytənlə, onlar da pişirdilər deyir. Əsasən onlar pişirir. Çöpbəsin xəmirlər. Can Türk söydü, biyabır elədi bizim dədəniz. Baklava çıktı.
Getdi soğuya. Çox yapışdı yaxı dəyər bir-bir. Mən yadımdan çıxıb yumurtaya bir çay qaşığı belə bir xörək qaşığı kimi duru yağda tökülür ki işıqlı olsun. Üzüyü qoğallarımızın. Ondan əziz izləyicilər yenə yadımdan çıxmamış 170 dərəcədə pişirirsiniz. Əziz izləyicilər, bizim pişdi şirniyyatımız. Vallahi can tut bizim başımızda tır pəçir soğan çıxardır yerinə. Həmənə qoğan, bax ki, bax gör nə qəşəngdir. Dən ağzını təmizləyin, üstünə qoyun. Güya yatırdırıq, 1 saatdir yerləyir anası yatmır, al. Qoy bax nənə qoğalı kəssin, sən də bax ki. Birini kəsirəm, çox dadlıdır, biri yeyildirir. Bu siz balaca da eləyə bilərsiniz. Şeker bura boyda. İndi Allah qoysa bir dəfədə şeker bura boyda eləyəcək. İçinə qoz qarışığı qoyacaq. Çox qəşəngdir. Bulku kimidir. Birinin axırıncını elə bulku kimi elədim belə. Çox qəşəngdir. Çox da umacım çox qalmışdı. 2 elə bil yuxarıcı qalmışdı. Doldurdum hamısı bu yoğurun üstünə can tük. Rəyimi çıxartırsın bala. Hə, elə bala, elə. Elə bu yapacaq. Əziz izləyicilər, siz də pişirin, yeyin, nuş olsun. Allah hamımızın sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. İndi özdə bax 10 dənə böyük elə bir çörəkdir da belə çıxıb. Siz xırda eləsiniz 30 dənə zad bəlkə 1 kilondan çıxacaq. 1 kilonun 400 qram yağ hamısı bir yerdə. Da obşu ağır məhsullar deyirəm. O birisilər yumurta zad zaten hamının önündə var elə. Siz də pişirin, yeyin, nuş olsun. Allah əsgərlərimizi qorusun. Söz o da deyim ki, içliyin düzəldəndə hil də qata bilərsiniz. Sözün düzü bizdə yox idi, hil qatmadım mən. Hil də yaxşı, belə şirniyyatların içində yaxşı dad verir. Hə, mənim balam da çəkəz. Nənələrə sağ ol elə ömrüm günü. Sağ ol elə. Sağ ol elə, cız elə. Cız elə, cız. Cız de. Cız de, nənə şəkərlə eşitsin. Cız de. Mənim balama çöyün deyirlər. Uşaq, bacılarımda zaten hamısında nəvələr var. Hamısı sözün düzü ağıllıdır. Bizimki biraz dəlisi oldu. Ərçöyündür. O gün aparmış xəşmə həkimdir. Ərçöyünlük xəstəliyidir. Mənim balam ərçöyün xəstədir da. Ətərdir balam, ətər. Göz vur nənələrə, göz vur. Göz vur. Nənə bax, ala bax. Bax nənə bax. Bax da, bax.